Salam, xoş gördük dəyərli izləyicilər. Bu günlərə törəmənin tətbiqlərinə aid geniş formada danışacağam. Törəmənin tətbiqləri, böhran və ekstrem nöqtələri nədir? Artma azalma araları, törəmənin tətbiqləri, məsələ həlləri. Biz orta məktəb dərsində demək olar ki, böhran nöqtəni və ekstrem nöqtələri tapmaq üçün törəməni sıfıra bərabər edirik və tapırıq. İndi hər bir halda istər olsun ekstrem nöqtə və yaxud da ki, böhran nöqtə tapanda törəməni sıfıra bərabərləşdiririk. Yəni, hər iki hal üçün biz eyni funksiyanı yerinə yetiririksə, niyə buna ayrı ad veririk? Birinə böhran deyirik, birinə ekstrem nöqtə. Və bunların bir-birinə fərqli olmasın üçün misallar göstərəcəm ki, niyə bunun adı böhran nöqtədir, birinin adı ekstrem nöqtədir. O hissələrə aydınlıq gətirəcəm. Artma azalma araları törəmənin tətbiqi ilə necə tapılır? Və törəmənin tətbiqi ilə bəzi məsələlər var ki, maksimum, minimal məsələlər, o məsələlər həlləri necə həll olunur? Birinci danışaq törəmənin, daha doğrusu böhran nöqtəsi və ekstrem nöqtələrindən danışaq. Tutaq ki, bizə hər hansı bir funksiya verilib, fx əyrisi verilib. Deyək ki, funksiya belə bir AB parçasında təyin olunmuş bir funksiyadır. Və bu funksiyada bundan əvvəlki dərsdə toxunanın tənliyi haqqında danışmışam. Toxunanın tənliyi nədir və necə tapılır? İndi biz bu funksiyada, fx funksiyasında maksimum və minimal nöqtələrdə deyək ki, buradan toxunan çəksəm, bu toxunan x oxuna paraleldir. Bunlar x oxuna hər biri paralel yerləşir. Paralel yerləşirsə, törəmənin həndəsi mənası dərsində f törəmə x0 toxunanın bucaq əmsalına bərabərdir. Bucaq əmsalına bərabərsə, burada bucaq əmsalı, yəni paralel yerləşdiyinə görə k0-dır. Onda belə nəticə çıxarda bilərik ki, burada törəmənin sıfıra bərabər olduğu nöqtələr maksimal və minimal nöqtələrdir. Yəni ekstrem nöqtələrdir. Yəni bu nöqtənin adını deyək x1 nöqtəsi, bu nöqtənin adını x2 deyək, deyək x3, x4 və bu da olsun x5. Törəmənin sıfıra bərabər olduğu bu 5 nöqtə hər birində f məsələn törəmə x1 nəyə bərabərdir? Sıfıra. Həmçinin f törəmə x5 neçəyə bərabərdir? Sıfıra bərabərdir. İndi bunların hər biri, hamısı bir yerdə ekstrem nöqtələr sayılır və ayrı-ayrı bunları analiz edəsə, bu nöqtə x1 nöqtəsi maksimum, x3 maksimum, x5 maksimum, x2 və x4 isə minimum nöqtələr sayılır. Bu funksiya fx funksiyasının qrafikinə əsasən təyin olunur. İndi isə qrafikdə x1-in sağ ətrafına və sol ətrafına fikir verək. Deyək ki, bu x1-dən sol ətrafda buradan bir toxunan çəksəm, bax fikir verək, toxunan gəldi belə. Bax, buradan toxunan çəkmişəmsə, bu x oxu ilə əmələ gətirdiyi bucaq iti bucaqdır. Bu hissə funksiyanın artan hissəsidir. Funksiyanın artan hissəsində toxunan bucaq əmsalı, yəni k, burada müsbətdir. İti bucağımı gətirir. Və belə özümüz üçün nəticə çıxarda bilərik ki, artan hissədə f törəmə x sıfırdan böyük bərabər olan hissələrdə funksiya artan funksiyadır. Funksiya artandır. Artan. Amma x1-in sağ ətrafında, yəni buradan bir toxunan çəksə, burada bu x oxu ilə əmələ gətirdiyi bucaq, bunun k-sı k mənfidir. Burada isə bu hissədə funksiya, buradan x1, x2 parçasında funksiya azalan funksiyadır. Yazıram ki, f törəmə x sıfırdan kiçik bərabər olan hissələrdə funksiya azalan hissədir. Artma və azalma aralığı necə tapılır? Cavab, törəmənin sıfırdan böyük bərabər olan hissəsi artan hissədir, törəmənin sıfırdan kiçik bərabər olan hissəsi azalan hissədir. İndi bizim qrafikdən əyani olaraq hər şey görünür. Məsələn, x1 nədir, maksimum nöqtə nədir, minimum nöqtə nədir. Amma
biz əgər tənli həll edib, daha doğrusu funksiyanın böhran nöqtələrini tapandan sonra deyək ki, 3-5 dənə böhran nöqtəsi almışıqsa, onun hansının maksimum, hansının minimum olmasını təyin etmək istəyiriksə, onda özümüz üçün belə fikirləşə bilərik. Törəmə burada müsbətdir, burada törəmə mənfidir. X1-də törəmədə 0-a bərabərdir. Yəni burada X1 nöqtəsində törəmə 0-dır. İndi müsbətdən mənfiyə keçən hissə, törəmənin müsbətdən mənfiyə keçən hissə nədir? Maksimum nöqtə. İndi X2-yə fikir verək. X2-nin sol ətrafında törəmə mənfidir. X2-nin sağ ətrafında törəmə müsbətdir. Törəmənin mənfidən müsbətə keçən yer, bu hissə olur minimum nöqtə. Yəni qrafik üzərində izah edirəm ki, tam anlayışlı olsun ki, söhbət nədən gedir. Yəni kitablarda var, güvənləsin. Sadəcə orada sözlə yazılıb ki, bu mənfidən müsbətə keçən yer minimumdur, amma orada qrafik üzərində verilmir. Burada görürük ki, yəni bu hissə X2 minimum nöqtəsidir və X2-nin sol ətrafında burada törəmə mənfidir, burada sağda müsbətdir. Və bunu özümüz üçün, yəni qayda olaraq qeyd edə bilərik ki, törəmə müsbətdən mənfiyə keçirsə, bu olur bizim üçün maksimum nöqtə. Əksinə, mənfidən müsbətə keçən hissə isə olur minimum nöqtə. Törəməyə tərif də verək. Maksimum və minimum nöqtələri ekstrem nöqtələr deyilir. Fx deyir ki, funksiyasının x0 nöqtəsində ekstremum varsa, bu nöqtədə törəmə ya 0-a bərabərdir, ya da ki, bu nöqtədə törəmə yoxdur. Bu sözü bura qədər məlumdur, 0-a bərabərdir. İndi bundan sonraki sözü, bunu analiz eləmək lazımdır. Bu nə deməkdir? Məsələn, funksiyalar var ki, məsələn, elə funksiyalar var ki, onun böhran nöqtəsi var. Məsələn, deyək ki, bax, y bərabərdir, x-5. Törəməni 0-a bərabər eləsək, y-in törəməsi bərabərdir 5x-4. Bərabər 0-a. Buradan da çıxır ki, x bərabərdir 0-a. İndi qrafikə baxaq. X üstü 5-in qrafiki koordinat başlanğıcından keçən belə bir funksiyadır. İndi burada aldığımız qrafikdən analiz eləsək buranı. Bunun törəməsi 0-a bərabərdir. Yəni böhran nöqtəsi 0 nöqtəsi. Amma 0 nöqtəsi bunun x bərabərdir 0 böhran nöqtəsidir. Bura yazılan böhran. Amma bu maksimum minimum nöqtə deyil. Bir sözlə elə funksiyalar var ki, həmən nöqtədə böhran nöqtə olur, amma ekstrem olmur. İndi elə nöqtə var ki, orada ekstrem var, həmən nöqtədə törəmə yoxdur. Həmən yerlərə baxaq. Məsələn, misal göstərirəm. Deyək ki, başqa bir funksiyanın qrafikini çəkim. Məsələn, deyək ki, y bərabərdir modulda x minus 3 plus 2. Bu funksiyanın qrafikini qıraq. Funksiyanın qrafiki 3 vaid sağa, 2 vaid yuxarı. Belə bir simmetrik bir funksiyadır. Y bura, x bura. 3, 2. Qrafiki baxanda görürük ki, funksiyanın ən kiçik qiyməti neçədir? 2-dir. Və ən kiçik qiyməti nə vaxt alıb? 3 nöqtəsində. Yəni minimum nöqtə x sıfırımız 3-dür. Funksiyanın minimumu isə y bərabərdir 2-dir. İndi buna törəmə ilə yanaşsaq, buradakı sözə görə funksiyanın törəməsi ya 0-a deyil bərabərdir, ya da bu nöqtədə törəmə yoxdur. Yəni 3 nöqtəsində bu funksiyanın törəməsi yoxdur, amma 3 nöqtəsində minimum qiymət alıb. Niyə görə törəmə yoxdur? Yəni törəməni belə fikirləşmək olar ki, törəmə olmaq üçün buradan toxunan çəkmək olar. Buradan da sonsuz sayda toxunan çəkmək olar. Deyək ki, belə toxunan çəkmək olar. Deyək ki, belə çəkmək olar toxunan. Yəni bu əyri olmadığına görə, sınıq xətt olduğuna görə bura sonsuz sayda xəttlər çəkmək olar. Ona görə deyirlər ki, x bərabərdir 3 nöqtəsində törəmə yoxdur. Törəmə yoxdur. Amma x bərabərdir 3 nöqtəsi
böhran nöqtəsidir. Bu böhran nöqtəsidir. İndi böhran nöqtəsinin tərifinə baxaq. Törəmənin sıfıra bərabər olduğu və ya törəmənin olmadığı nöqtələrə funksiyanın böhran nöqtəsi deyilir. Bax, burada əlavə bir şey var ki, bu funksiya x1, x2, x3 nöqtələri, bunlar hər biri, bunlar böhran nöqtələridir. Daha doğrusu x3'dən başqa hamısı böhran nöqtəsidir. Amma ekstrem nöqtələrə gələndə isə x1, x2, x4 bunlar ekstrem nöqtələrdir. Ekstrem nöqtə. Sadəcə burada bir dənə x5 ekstrem nöqtə sayılmır. Və burada x5'in olmama səbəbi burada bu xətt sınıq xəttdir. Bu əyri ilə sınıq xəttin burada birləşməsidir. Həmən nöqtədə x5 nöqtəsində deyirlər ki, törəmə yoxdur. Yəni sınıq xətt varsa burada, tutaq ki, hər hansı bir ola bilər ki, bax, sınıq xətt belə də ola bilər. Belə gəldi, belə getdi. Və yaxud da ki, əyri gəldi belə, sonra buradan belə sınıq xətt getdi. Yəni bu nöqtələrdə törəmə yoxdur. Amma bu nöqtələrə böhran nöqtə kimi baxmaq olar. Bunlar biraz incə hissələridir. Daha doğrusu dərinlikləridir. Yəni o qədər də dərinə getməsək də olar. Əsas odur ki, yəni biz böhran nöqtə ilə ekstrem nöqtələrin fərqini bilək. İndi bəzən funksiyaların törəməsinin qrafiki verilir. Bir var funksiyanın qrafiki, bir də törəməsinin qrafiki verilib. Tutaq ki, deyir ki, bizə f törəmə x-in qrafiki verilib və törəmənin qrafikini əsasən funksiyanı araşdırmaq lazımdır. Tutaq ki, harda artır, harda azalır, harda minimum qiymət alıb, harda maksimum qiymət alıb və s. Deyək ki, özümüz üçün bir funksiya seçək. Bu törəməsinin qrafikini seçək. Belə, belə. Deyək ki, bura x1 nöqtəsidir, bura x2'dir, bura x3, x4 və x5. Bu da f törəmə x-in qrafikidir. İndi biz f törəmə x-in bərabər 0 nöqtələri bizim üçün böhran nöqtələridir. Və bizim burada qrafikdə gördüyümüz hər bir nöqtə bizim funksiyanın böhran nöqtələridir. Ekstrem nöqtələri deyə bilərik funksiyada. İndi burada ekstrem nöqtələrdən minimum və maksimumları təyin etmək üçün bizim belə bir orada qrafik üstündə müsbətdən mənfiyə keçmə və yaxud da ki, mənfidən müsbət keçən halları araşdırıb orada maksimum və minimumları tapa bilərik. Buradan və fikir verir x1 nöqtəsi. x1 nöqtəsi qrafiki aşağıda mənfidir, törəmə yuxarıda müsbətdir. Yəni mənfidən müsbətə keçən hissə nə oldu bizim üçün? Bu oldu minimum nöqtə. Yazıram bura minimum. x2 törəmə burada müsbətdir, aşağıda mənfidir. Müsbətdən mənfiyə keçən hissə. Bizim üçün oldu maksimum. Bura yazıram maksimum. Sonra minimum nöqtə. Sonra maksimum. Bu da minimum. Qrafik üzərində belə bunu tam anlaya bilərik ki, hansı minimumdur, hansı maksimumdur. Ola bilər bizə kub tənliyi verilib, daha doğrusu kubik bir funksiya verilib, fx bərabərdir. Tutaq ki, x-in kubu minus, tutaq ki, 5x kvadratı minus 7x plus 6 və biz böhran nöqtələri tapandan sonra törəməsini tapdıq, oldu kvadrat tənliyi. Kvadrat tənliyi həll etdik, 2 dənə kök çıxartdıq. Biri oldu, tutaq ki, x1 bərabərdir 2, 1x, tutaq ki, 2 də bərabərdir 5. İndi bunun hansı minimumdur, hansı maksimumdur? O zaman biz özümüz üçün qeyd edirik 2, 5. Qeyd elədik. Və aralıqlara bölürük. Müsbət, mənfi, müsbət. Belə qeyd elədik. Burada müsbətdən mənfiyə gələn hissə, bu hissə. Müsbətdən mənfiyə gələn hissə, bura baxırıq. Müsbətdən mənfiyə gələn hissə nə oldu? Maksimum. Bu nöqtə bizim üçün maksimum nöqtədir. Bu nöqtə bizim üçün minimum nöqtədir. Heç qrafiki qurmağa ehtiyac da yoxdur. Yəni sadəcə intervalda qeyd etməklə hansı maksimumdur, hansı minimumdur, onu qeyd edib tapa bilərik. Bəzi modul funksiyalar var ki, onun
Məsələn, böhran nöqtələrini tapmaq üçün qrafik qurmaq daha əlverişlidir. Misal üçün bizə verilib y bərabərdir x kvadratı minus 8x plus 15. Böhran nöqtələrini tapın, sayını tapın və s. Funksiyanın qrafikini qururuq. X kvadratı minus 8x plus 15'in kökləri sıfıra çevirən qiyməti 3-dən 5'dir. 3, 5. Modul olmasaydı funksiyanın qrafikini belə bu formada qurardıq. Y bura, x bura. Amma modul olduğuna görə bu aşağı qatlanan hissə keçir yuxarı. Deyək ki, bura 3, 5. Bura oldu belə, bu formada. Funksiyanın qrafiki quruldu belə. İndi bunun böhran nöqtələri biri 3'dir, biri 5'dir. Böhran nöqtələri. Bir də ki, 3 ilə 5'in düz ortası, yəni bu nöqtədə max ekstrem nöqtədir, həm də böhran nöqtədir. Bu nöqtədə 3 ilə 5'in düz ortasıdır, ədəd ortası. 8 böldüm 2, 4. Bu funksiyanın böhran nöqtələri x1, 3, x2, 4 və x3, 5. Bunlar hər biri nə sayılır? Böhran nöqtə sayılır. İndi soruşa bilər ki, harda törəmə yoxdur? 3 nöqtəsində funksiyanın törəməsi yoxdur. Törəmə yoxdur. Çünki burada artıq bu sınıq xətt kimi sayılır. Və x bərabərdir 5 nöqtəsində törəmə yoxdur. Törəmə yoxdurun geniş izahı var, amma qısa olsun deyən, bax buradan istənilən qədər toxunan çəkmək olar. Yəni əyriyə bir dənə toxunan çəkmək olar bir nöqtədə. Burada isə sonsuz sayda toxunan çəkmək olduğuna görə, ona görə deyirlər ki, burada törəmə yoxdur. Amma 4 nöqtəsində törəmə var. Çünki 4 nöqtəsində yalnız bir dənə buna toxunan çəkmək olar. İkinci toxunan çəkmək mümkün deyil. Son olaraq nə deyirik? 3, 4, 5 bunun böhran nöqtələridir. 3'də törəmə yoxdur, 5'də törəmə yoxdur. X bərabər 4'də həm törəmə var, həm də böhran nöqtəsidir bu. İndi isə törəmənin tətbiqlə məsələ həlli. Dim topluda bəzi məsələlərin həllini dim, bəzilərində müəyyən qədər istiqamət verim. Birinci suala baxaq dim topluda. Lir tam sətinin sayısı 24 pi'dir. S tam bərabərdir 24 pi. Silindrin oturacağı radiyusu nə qədər olmalıdır ki, onun həcmi ən böyük olsun. V maksimum. Tam sətinin sayısı necə hesablanır silindirdə? 2 pi r kvadratı plus 2 pi rh bərabər 24 pi. Buradan hər tərəfini 2 pi'yə bölsəm olacaq r kvadratı plus r vurulsun h bərabərdir 12. İndi mən r'i tapmaq istəyirəmsə, r'ə bir funksiya kimi bir arqument deyim. Yəni r'i x ilə ifadə edeyim. Olsun rx olsun. Olacaq belə x'in kvadratı plus x vurulsun h bərabərdir 12. Buradan h'ı da x ilə ifadə edirəm. Yazıram x h bərabərdir 12 minus x kvadratı. H da bərabərdir 12 minus x kvadratı bölü x. İndi V maksimum olmalıdır. Yəni həcmi, nəyin həcmi ən böyük olmalıdır? Silindrin həcmi ən böyük olsun. Silindrin həcminin düsturu nədir? V bərabərdir P vurulsun R kvadratı H. P vurulsun R'ə mən X kimi baxmışam. H'ı da buradan əvəz elədim. H nəyə bərabər oldu? 12 çıxsın X kvadratı bölü X. Bu ifadə ən maksimum olmalıdır. X'in kvadratı. Bu da olacaq P vurulsun X vurulsun 12 minus x kvadrat. Bunun ən maksimum olması üçün törəməsinin böhran nöqtəsini tapmalıyam. Yazıram ki, V törəmə bərabərdir 0-a. Törəməsin P əmsal kimi qarşıda yazılır. Bunu vurub atsam olacaq belə. 12x minus x'in kubu. Törəməsi bərabər 0-a. Buradan hər tərəfin pi'yə bölə bilərəm. Qalacaq burada 12 minus x'in kubunun törəməsi 3x'in kvadratı bərabər 0. 3x kvadratı bərabər 12 eləyir 4. X də bərabərdir plus minus 2. Mənfi 2 kənar kökdür.
Ona görə x bərabərdir 2. Bizə lazım idi ki, həcmi ən böyük olsun. Yəni radiusun 2 qiymətində bunun həcmi olacaq ən böyük. İkinci sualda onun kimi o tipdə bir sualdır. Keçək bir başqa suala. Məsələn, 3-ə baxaq. Nömrə 3. Sual belədir ki, 48 ədədini elə 2 müsbət cəmi şəklində göstərin ki, onlardan birinin kubu ilə digərinin kvadrat cəmi ən kiçik olsun. 48 ədədlərinin birinci ədədi x göstərirəm. İkinci də olacaq x-un 48 minus x. Birinin kubu ilə digərinin kvadratı cəmi ən kiçik olsun. Yəni biz burada belə bir funksiya qurmalıyıq. Tutaq ki, fx bərabər olacaq x-un kubu, digərində kvadratı 48 minus x-in kvadratı. Bu ifadə nə olmalıdır? Ən kiçik qiymət almalıdır. Bunun ən kiçik qiymət alması üçün burada 48 minus x-in kvadratı belə yazılır. Əvvəlcə böhran nöqtəsini tapmalıyam, sonra yazmalıyam. Böhran nöqtəsini taparam. F törəmə x bərabərdir. Bunu tam yazmasam da müəyyən qədər yazım. Böhran nöqtəsini tapım, sonrasını yazmalım. Törəməsi nə olacaq? 3x-in kvadratı. 48 minus x-in kvadratı törəməsi 2 vurulsun 48 minus x. Bir də 48 minus x-in öz törəməsi, o da mənfi 1 eləyir. Ona görə olacaq minus burada. Bu bərabərdir 0. Bu tənliyi həll edib burada x-i tapırıq. Olur bizim böhran nöqtəmiz. Sonra x-i tapandan sonra biri x olacaq, o birisi 48 minus x olacaq. Yəni hər iki bizdən hər ikisini soruşur. Məsələn, 5-ci bir sual. 5-ci tip suala baxaq. Nömrə 5. Düzün üçbucaqlı prizmanın, tutaq ki, biz üçbucaqlı bir prizma çəkmişik. Belə prizmadır. Üçbucaqlı prizma. İndi burada yan üzünün perimetri 12 verib. Düzün dediyinə görə bütün tərəfləri oturacağı eynidir. A'dır, A'dır, A'dır. Hündürlüyü H'dır. Bir üzünün perimetri 12'dir. Bir üzünün perimetri A plus H'ın 2'ye vuranda olur 12. Buradan A plus H bərabərdir 6. H'ı da tapsam, yaxşı olar ki, bunu A yox, x-dan ifadə edeyim. Üst törəmə arqument kimi həmişə x kimi baxmışıq. Bu da olacaq A plus H, bunu x yazıram. X yazım. Buradan da H tapsam olacaq 6 minus x. Yazıram ki, H bərabərdir 6 minus x. İndi bunun deyir ki, prizmanın həcmi ən böyük olar. Prizmanın həcminin düsturunu yazıram ki, prizmanın həcmi nəyə bərabərdir? S oturacaq vurasın H. S oturacaq da bərabər tərəfli üçbucaqdır. Bərabər tərəfli üçbucağın sahəsi necə? S oturacaq vurasın H. Bərabər tərəfli üçbucağın sahəsi x-in kvadratı vurasın kök altda 3 bölünsün 4. Vurasın H-ımız da 6 minus x. Bu ifadə ən maksimum olmalıdır. Ən maksimum olması üçün biz törəmə alaq. Kök altda 3 bölünsün 4 sabiti qarşı yatıram. X kvadratı buna vuranda olacaq 6x kvadratı minus x-in kubu. 6x kvadratı bir də x-in kubu. Bunun törəməsi bərabərdir 0-a. Bunun kök altda 3 bölünsün 4 sabit hər tərəfi buna bölsəm qalacaq burada 12x minus 3x-in kvadratı bərabər 0. Buradan da 3x orta vurur kimi çıxarsam qalacaq 4 minus x bərabər 0. X ya 0'dır ya da x bərabərdir 4'dür. Yəni cavab olur ki, x-in oturacağın 4 qiymətində bu prizmanın həcmi ən maksimum olar. 5. 6 da onun kimi oxşar sualdır. 4 bucaqlı prizmada olsa eyni tipdə həll olunacaq. 7-ci suala baxaq. 7-ci sualda 3 tərəfin cəmi verib 2K
və düzbucaqlının delşik sahəsi ən böyük olan üçün perimetrini tap. Bir düzbucaqlı çəkək burada. 3 tərəfinin cəmi 2K-dır. Belə qeyd edək ki, bunu götürək, x götürək, y götürək, x götürək. Yazaq ki, burada y ilə 2x-in cəmi 2K-ya bərabərdir. Buradan da y-in də qiyməti oldu 2K minus 2x. Buraya yazıram ki, 2K minus 2x. İndi sahəsi ən böyük olan üçün. Sahəsi ən böyük olan üçün burada sahə nəyə bərabərdir? Sahə bərabərdir n vurulsun uzunluq, x vurulsun y. X vurulsun uzunluq da 2K minus 2x. Burada K'ya sabit kimi baxacam. Çünki 3 tərəfin cəmi 2K sabit bir ifadədir. Bərabər olacaq 2Kx minus 2x'in kvadratı. Bu sahənin ən böyük olması üçün sahənin törəməsini tapıram. X-a görə törəməsini tapıram. Törəməsi olacaq 2K minus 4x. Bərabərdir 0-a. Böhran nöqtəsini buradan tapıram ki, buradan böhran nöqtə deməli olacaq belə. 4x bərabərdir 2K-ya, x də bərabərdir 2K bölünsün 4. Yəni K bölü 2. X-in K bölü 2 qiymətində bunun sayəsi ən böyük olacaq. X-in yerinə qoyuram K bölü 2. Burada K bölü 2. X-inin cəmi nə qədər oldu? K bölü 2, K bölü 2. K. Yerdə qaldı K. Burada oldu K. Burada oldu K. Və bizə perimetr lazımdır. Perimetr olacaq belə. Perimetr bərabərdir 2K. Bu da n-lə 2 dənə n-də K. Bütöv oldu 3K. Doğru cavabımız 7-də A bəndi. Bu məsələn 3 tərəfin cəmi 2K. 2K olmasa məsələn 3 tərəfin cəmi tutaq ki 60 oldu, 3 tərəfin cəmi tutaq ki 70 oldu, hər nə oldusa, yəni burada da eyni tip bu formada həll olacaq. 9-cu suala baxaq. 9-cu sual əslində oxşarlıqda belə bir sual həll eləmişik. Onu həm oxşarlığının, həm də ki, belə deyim, törəmə ilə tapmaq olar. Amma törəmə ilə tapmaq biraz çətin məsələdir. Daha alternativ bir, başqa bir üsulla bunu tapmaq mümkündür. Yəni, sualın əvvəlcə mahiyyəti ilə tanışıraq. Deyək ki, bu hər hansı bir müstəvidir. Buradan bu nöqtədən, A nöqtəsindən bura qədər məsafə 36-dır. Buradan bura qədər məsafə, bu məsafə C-dən D-yə qədər olan məsafə 48-dir. Buradan da belə bir xət var. Perpendilyardır bu. Burada 28-dir. B-dən bura qədər 28. İndi biz CD xəttinin üzərində elə bir nöqtə seçməliyik ki, A-dan B-yə qədər, daha doğrusu A-dan bura qədər və buradan bura qədər məsafə ən minimum olsun. Tutaq ki, bura x, bura y desəm, x plus y-in cəmi ən minimum olmalıdır. Bax, bu suala cavab vermək üçün biz belə bir şey fikirləşə bilərik ki, bax, bu 28 deyil. Buna 28 qədər uzadıram. Olsun 5'dirik. Əgər buradan bura qədər 28 ise, onda buradan bura qədər 28, çünki bura üzr istəyəm. Bura 28 ise, buradan bura y ise, buradan bura da y-dir. İndi bunu seçimi biz müxtəlif formada apara bilərik. Deyək ki, bu nöqtəni mən burada seçsəm, xətti belə gətirəm. Buradan bura qədər gətirdim, buradan bura qədər aparıram. Və eyni, apardığım bu məsafə y-dirsə, bu məsafədə y-dir. Bu məsafənin ən minimum olması üçün burada yalnız bir dənə şərt daxilində ödəyə bilər minimum. O şərt belədir. A-dan B-yə qədər ən minimum məsafə
Bu çəkilən xətt yox ki, B' xətti deyək də buna. Bu xətt düz xətt boyunca olsa, onda bu nöqtədən də bura qədər məsafə ən minimum olur. Çünki başqa halda tutaq ki, buradan bura qədər məsafə gəldi. Buradan bura qədər məsafə getdi. Bura x deyirəm, bura y deyirəm. İndi bu məsafə burada. Bu düz xətt boyuncadır. Bu isə sınıq xətt boyuncadır. Ona görə bu düz xətt boyunca olanda məsafə ən minimum olur. Və son nəticəni buradan çıxardıram ki, bu düz xətt boyunca olsa nə olacaq? Ən minimum olur. 28 oldu 56. Bu xətti tamamlasam belə. Burada bir üçbucaq yaradıram. Bura oldu 28. Katet oldu 36, 28. Bütöv oldu 64 buradır. Burada 48. Bir düz uzalı üçbucaq çəkək belə. Bu kat etdi. 48-də bu kat etdi. Elə bir ki, biz buradan bura qədər məsafəni tapmalıyıq. Elə bir buradan bura qədər məsafə ilə buradan bura qədər məsafə eynidir. 64 yazıram bura 64, 48. Hər tərəfini 8-ə bölsəm bu 8 eləyir, bu 6 eləyəcək. 8 6-ya çıxır 10. İndi neçəyə bölmüşdüm hər tərəfini 8-ə. Təzədən bunu 8-ə vururam, eləyəcək 80. Oldu cavab bura 80. Yəni bu xəttin uzunluğu x y cəmi 80 metr olmalıdır. Keçək bir digər məsələyə. 11-ci sual. 11-ci nömrə. 24 ədədi elə 3 müsbət ədəd cəmi şəklində göstərilməlidir ki, ikinci ədəd yazıram bir ədəd, tutaq ki, birinci, ikinci, üçüncü ədəd. İkinci ədəd üçüncüdən 3 dəfə böyüdür. Bura x-sə, bura 3x-dir. Və bu 3 ədədin hasilinin ən böyük olub, bu şərt ödəyən ədədlərin ən böyük tapın. İndi bunların üçünün cəmi 24-dürsə, bunların ikisi elə 4x, yerdə qalan birincinin payına düşür, 24 çıxılsın 4x. Biz nə etməliyik? Bu 3 ədədin hasili ən böyük olub. Hasilin ən böyük olması üçün yazıram x vurasın 3x. Vurasın 24 minus 4x'in hasili ən böyük olsun. Bunda vurub açanda olacaq ki 3x 24 72x kvadratı minus 12x'in kubu. Törəməsi bərabər 0. Yaxşı olar ki, buradan 12-ni ortaq vurur kimi çıxardım. 12-ni çıxarsam qalacaq 6x kvadratı minus x'in kubu. Törəməsi 0-a bərabərdir. Burada törəməsi olacaq 12-yə bölsəm hər tərəfin qalacaq burada belə. 12 x minus 3x kvadratı bərabər 0-a. 3x'i çıxarsam ortaq vuruş kimi 4 çıxılsın. 3x'i çıxartdım, burada qaldı 4 minus x bərabər 0. X bərabər ya 0 ya da x bərabər 4. 3 müsbət deyirsə burada 0 götürmürəm, cavab götürürəm 4. İndi x-in 4 qiymətidir. Yerinə qoyub yoxlamalıyam ki, bunların içində ən böyük hansıdır. 4 qoysam, burada cavab çıxır 4. Burada çıxır 12. Burada 4 4-ün 16. 24-dən də 16 çıxanda qalır 8. Yox, 3 4-ün 12, burada 8. 12, 8, 24. Ən böyüyü burada cavab çıxacaq 12. 12-ci sualda elə bunun oxşarıdır. Keçirəm 13-cü suala. Əslində 13-cü sualı bayaq ki 9 nömrəli məsələdə 9 nömrəlidir, hansı misal idi? 7 nömrəli məsələdə buna oxşarını yazdım. İndi burada deyir ki, düzbucalı şəklində olan əkin yerin ətrafında 60 metr uzunluğunda məftil çəkilib. Elə bir ki, bir tərəfdə divara tərəfdir. Deyək ki, o divara tərəf olana təzədən biz məftil çəkmirik də, ona görə məsələdə belədir. 60 metr uzunluq, yəni bura x götürəm, bura y götürəm, bura x götürəm. Məftili biz bura çəkirik, 3 yerə çəkirik. Bura. Biz nə axtarırıq? Bu əkin yerinin sayəsi ən çox neçə ola bilər? Birinci yazırıq ki, x plus 2y bərabərdir 60-a. Ya da belə yazıq.
Buranı y götürürüm. Buranı x götürürüm. Heç bir fərqi yoxdur bu dərsində. Olacaq belə. 2y plus x bərabərdir 60'a. Buradan da x 2y bərabərdir. Elə yaxşı götürmüşdüm. Bu kəsirini alınacaq. X götürürəm, x götürürəm. Buradan da y götürürəm. 2x plus y bərabərdir 60. Y də bərabərdir 60 minus 2x. Sahə nə tər tapıram? X-i y-ə vuracam. Və bu sahənin tapmaq lazımdır. Əkin yerinə 60 minus çəkilib. Ən çoxu neçə ola bilər? Yəni maksimum qiymət soruşur. Maksimum qiymət S bərabərdir x fırılsın y. X fırılsın uzunluq da oldu 60 minus 2x. Bərabərdir. Əslində bunu törəməsi də tapa bilərəm. Yəni kvadratik funksiyası gəlib çıxır. Olacaq 60x minus 2x'in kvadratı. Bunun ən maksimum qiyməti. Bu tipli sual 9-cu sinifdə var. Əgər orada 9-cu sinifin dərsində varsa, biz buna törəmə yox, funksiyanın maksimum qiymətinin tapılmasına məsələsi həll olmalıdır. Və bu belə həll olmalıdır. Mənfi 2-ni çıxarsam ortaq vuruq kimi x-in kvadratı minus 30x. 30x-ə nə qoşsam kvadratlar? 225. 15'in kvadratı. 225. Bu elədir 225. Bu da mənfi 2'yə vuranda 450. Mənfi 450. Üstünə 450 gəlirəm. Belə də ki, yəni bu n-lə tapmaq olur. N bərabərdir mənfi d bölünsün 4a-nın. Buradan da olacaq mənfi 2 x minus 15 kvadratı plus 450. Ən maksimum sahə 450'dir. Kvadratın kənarında qalan qiymət. 9-cu sinif üçün bu üsulla həll olmalıdır. Yox, əgər törəməyə keçmək istəyirsə, onda bizim yazdığımız burada sahənin düsturu, sahənin x-la bağlı düsturu nədir? 60x minus 2x'in kvadratı. Biz bundan törəmə alsaq, yazaq ki, s törəmə x-a görə 60 çıxılsın 4x. Bərabərdir 0-a. Ekstrem nöqtəsini tapıram. 4x bərabər 60, x bərabərdir 15. Və x-in 15 qiymətində bunun böhran nöqtəsidir və burada ən böyük sahə alınacaq. X-in yerinə 15 qoyuram. Bura 15. 15 qoyanda 60, y-in qiyməti burada 60 minus 2x-dir. 2, 15'in 30, 60'dan 30 çıxdım, elədir 30. Y-də 30 çıxdı. 15'i 30'a vuranda sahə çıxacaq 450. Eləyir 450. Sahənin ən böyük qiyməti. 14 də belədir. 15-ci sual biraz fərqli sualdır. 15-ci suala baxaq. Deyək ki, düzbucaqlı paraleliped formasında bir düzbucaqlı paraleliped formalı bir şey çəkək. Və oturacaqların uzunluğu biri o birisindən neçə dəfə çoxdur? 3 dəfə çoxdur deyir. Şəkli biraz yaxşı çəkmədim. Təsəvvür elə ki, belə bir qutudur. Burada ölçülərindən biri digərinə 3 dəfə böyüdür. Buna bir x deyirəm, buna 3x deyirəm. Hündürlüyü də ki, qutunun hündürlüyün hansı qiymətində? Burada bir h deyirəm. Sahəni verib səthinin sayısı 24'dür. Səthinin sayısı necə hesablanır? Səthinin sayısı s bərabərdir. A vur 2 dənə AB, bu olacaq 2 vurulsun 3x kvadratı, 2 dənə BC, 2 vurulsun xh, plus 2 vurulsun 3xh, bərabər 24. Buradan yazıram ki, 6x kvadratı plus 6, bu da 2, 8xh, bərabərdir 24. Buradan h ifadə elə, hər tərəfin bunu 2'yə bölüm əvvəlcə. 3x'in kvadratı plus 4xh bərabərdir 2'yə böldüm, elə də 12.
Daha doğrusu bunu hər tərəfin ancaq elə 2-yə bölməli. Buradan da h tapacağım. 4x h bərabərdir 12 çıxılsın 3x kvadrat. Və h-ı tapsam burada h da bərabərdir 12 çıxılsın 3x kvadratı bölünsün 4x. H-ı tapdım. H tapandan sonra biz nəyi axtarırıq? Qutunun hündürün hansı qiymətini? Həcmi ən böyük olar. Həcmin ən böyük qiymətini tapırıq. V maksimum tapırıq. V düzbucaqlı paralelipedin həcmi nəyə bərabərdir? S oturacaq vurasın h. Bərabərdir. Oturacaq x vurasın 3x. Elədir 3x kvadratı. Vurasın h. H-ımız da burada 12 çıxılsın 3x kvadratı bölünsün 4x. Bunu da ixtisar aparsam burada 7x'lar qaldı nə? 4 3x vurulsun 12 çıxılsın 3x kvadrat. Belə bir ifadə qaldı. İndi bunun maksimum v x-a görə törəməsini tapsam 4-də 3-ü qarşıda yazıram. X-i 12'ye vuranda olacaq 12x minus 9x kvadrat. Törəməsi bərabərdir 0-a. Törəməni bərabərləşdirim 0-a. 12x'in törəməsi eləyir 12. Bu sabitin törəməsi, daha doğrusu sabitdir. O 4-də 3-ə bölə bilərəm. 9x'in də kvadratı eləyəcək 18x. Buradan daha doğrusu bunu düz yazmadım. Bu 3x değil. Bu 3x'in kvadratıdır. 3x'in kvadratı. 3x'in kvadratı 3x'e vuran 9x'in kubu olacaq bu. Yəni düz yetmədi. Burada 3 onsuz da qarşıda yazmışam. 3 qarşıdadır. 3x'in kvadratını x-a vuranda 3x'in kubu olacaq bu. İndi oldu belə 12x'in törəməsi 12 çıxılsın 3x'in də kubu olacaq 3'sün 9x'in kvadratı bərabərdir 0-a. 9x kvadratı bərabər 12. X'in kvadratı bərabərdir 12 bölünsün 9. Onu da ixtisar aparsam 3'ə. 3'ə ixtisar aparsam 3'də 4. X'in də qiyməti olacaq kök altında 2 bölünsün kökdə 3. Biraz eybəcər bir yerdə də alındı. Heç nə olmaz. 2 böl kökdə 3. İndi mən tapdığım bu x'dir. Amma mənə x yox, mənə hündürlük lazımdır. Hündürlüyü də gətirib burada qoyub yerinə hesablamalıyam. Hündürlük nə qədərdir? Onu təzədən bir də yazıram. Yazıram ki, h bərabərdir 12 çıxılsın x kvadratı bölünsün 3x kvadratı bölünsün 4x. 4x bərabərdir 12 çıxılsın 3 vurulsun x'in kvadratı nə qədərdir? 3'də 4 bölünsün 4x. 4x da 2 bölünsün kökdə 3'dür. 3'lər getdi 12'dən 4 çıxanda 8 bölünsün kökdə 3. 8 vurulsun 8'də kökdə 3. O deyir kökdə 3. Yəni bu qutunun hündürlüyün kök altda 3 qiymətində bunun həcmi ən böyük olar. Belə dəyərli izləyicilər, bu törəməni tətbiqlə məsələ həllərinə aid misallar göstərdim. Burada əslində çox məsələ yoxdur. Cəmi 16 dənə məsələ var. Oradan eynilərində mən nümunə kimi göstərdim. İnanıram ki, bu video sizin üçün faydalı bir video oldu. Rəy bölməsində fikrinizi qeyd edə bilərsiniz. Və əgər videonu bəyəndinizsə like ata bilərsiniz. Sağ olun. Növbəti videolarda görüşənədək.